Mədinə şəhərində Peyğəmbərə xəbər verdilər, bir qərə qul ölüb. Biz qədim Təbrizdə qul deyərdik, indi bilmirəm siz niyə deyirsiniz qulama. Qul deyil. Qul ölüb. Həm quldur, həm də qərədir. Sayan kimdir? Cəmaatın içində bunun qədri yoxdur. Peyğəmbər gəldi bunun cənazəsini təşkil eləməyə. Cəmaat eşitdilər Peyğəmbər özü təşrif gətirib, Mədinə əhli hamı töküldülər. Peyğəmbər yapışdı tabutun dörd tərəfindən. Müstəhəb bildiyi, savabı var. Cənazə təşkil eləyəndə tabutunun dörd tərəfindən yapışasınız. Biraz qabaqda sağdan, soldan, dalda, saldan, soldan, arxada. Peyğəmbər gördülər bu qara qulun cənazəsinin, tabutun dörd tərəfindən də yapışdı. Cəmaat təəccüb elədi. Bu kimdir Peyğəmbər? Bu belə buna ərziş, ehtiram, qədir qoyur. Cənazəni ki qoydular qəbrin qırağında yerə, Peyğəmbər buyurdu, əlini səsləyin gəlsin. Ağamız təşrif getdi. Buyurdu, kəfənin üzünü açın. Açdılar. Buyurdu, Əli, bu qulu tanıyırsan. Ərz elədi, bəli tanıyıram ya Resulullah. Bu bir qərə qulamıdır. Bilərdi mən hər gün evdən hansı saat çıxacağım eşiyə, gələrdi durardı mənim yolumda, qapımın ağzında. Elə mən evdən çıxmışdım eşiyə, mənə bir səlam verərdi. Əssəlamu aleykə ya əmirəl müminin. Mənim üzümə bir məhəbbət ilə baxardı, gülərdi, gedərdi. Bu qədər. Peyğəmbər buyurdu, bu qədər məhəbbətinə xatir, indi ki bu ölüb, Allah 70.000 qrup fauc, mələikə yollayıb bunun təşkil cənazəsinə. Hər faucuda 70.000 mələk var. Nə qədər olar cavanlar? 70.000 zərb elə 70.000-ə. Olar 4 milyard. 900 milyon mələikə Allah yollayıb bir qərə qulun təşkil cənazəsinin təşkilinə. Niyə? Kulluhum yəqulun hâzâ muhibbu Ali ibn Əbi Talib. Hadi